Allah rəhmət eləsin üstadımız Ayətullah Hikmətiyyə deyərdi, əgər istəyirsənsə sənin dəyərin, qiymətin hər şeydən yuxarı olsun, Allaha aşiq ol. Allaha aşiq olsan, dəyərin Allahdan aşağı hər şeydən üstün olar. Deyərdi, niyə elə? Deyər, çünki insanın qiyməti sevdiyi ilə bilinər. İnsan neyi sevirsə, öz qiymətini bildirir ki, mən o qədərəm. Və ondan aşağıyam. Niyə? Çünki insan özündən üstünü sevir. Aşiq, məşuq. Məşuq aşiqin gözündə bir dərəcə üstündür. Bu yaxşıdır ki, bunu sevir.